Salam dostlar, hər kəsin ruzisi bol olsun, işləri avanda olsun. Bildiyiniz kimi artıq rut dövrü başlayıb. İlk öncə rut nədir, onu izah edim sizə. Payız mövsümündə əsasən sentyabr-noyabr aylarında erkək keçi və qoçlarda düzləşmə dövrü deməkdir. Erkək alpinlə necə davranmaq lazımdır? 3 qaydanı sizə izah edəcəm. Bildiyiniz kimi payızda erkək alpin tam başqa olur. Səslənir, nişanlayır, yəni liderlik edir. Enerjisi artır. Onu rahat saxlamaq üçün 3 sadə qayda var. Birinci, ayrıca bölmədə saxlamaq lazımdır. Hasar möhkəm olmalıdır. İkinci, su və keçi mineralları həmişə yanında olmalıdır. Üçüncü isə süd sağıldığı yerdə yaxın buraxılmamalıdır ki, qoxu keçməsin. Belə etsək, həm heyvan sakit olacaq, həm də sən özün rahat olacaqsan.